Merhabalar, her biriniz hoş geldiniz. Bugün biz sizinle 3. sınıf riyazı birinci ise sayfa 34, 35, 36, 37, 38 anı vereceğim. Video başlamazdan evvel like, olma ve abone olmayı unutmayın. Gəlin dərsə başlayaq. Bugünkü dərsimiz 3 və daha çox ədədin toplanmasıdır. 3 rəqəmli ədədləri 3 rəqəmli ədədi alt-alta toplamaq üçün ümumi qaydadan istifadə olunur. Bəzi təkliklərin ya da yaxud onluqların cəmi 20 və ya daha böyük ola bilər. Bu halda 2 yeni onluq yaxud 2 yeni yüzlük yaranır. Məsələn, 258 üstəgəl 419 üstəgəl 164. Birinci 258-dən 419 topuruq. Deməli, biz bunlar ikincisini keçmişik. 8 üstəgəl 9, 17, 17 üstəgəl 4, 21 yazıq 2 yadda. 2 üstəgəl 5, 7, 7 üstəgəl 1, 8, 8 üstəgəl 6, 14, 4 yazıq 1 yadda. Sonradan 2 buradan sağlar, 1'den bu. 1 üstəgəl 2, 3, 3 üstəgəl 4, 7, 7 üstəgəl 1, 8. Deməli, burada da 8 təklik, üstəgəl 9 təklik, üstəgəl 4 təklik, yəni bu 17, 4, 21 təklik olur. Yəni 2 onluq, 1 təklik. 2 dənə 10. Məsəl üçün biz çizmişdik ki, sütunlar kubiklərdə. Onun hamısı 10 dənədir və böyük olanı 100'dür. 2 onluq, üstəgəl 5 onluq, üstəgəl 1 onluq, üstəgəl 6 onluq, olur 14 onluq. Bu 1 onluq, 1 yüzlük, 4 onluq deməkdir. Sonra 1 yüzlük, 2 yüzlük, 4 yüzlük, 1 yüzlük, 8 yüzlük. 258 üstəgəl 419 üstəgəl 164 841. Diqqət, toplananların sayı 3'dən çox olduqda da cəm eyni qayda tapılır. Gəl bunu eləyək. Və nömrəmiz belə izah edir ki, 3 üstəgəl 7, 12, 10, 10, 10, 2 üstəgəl 2, 12 yazıq 1 yadda. 1 üstəgəl 8, 9, 9 üstəgəl 9, 18, 18 üstəgəl 7, 25, 5 yazıq 2 yadda. 2 üstəgəl 2, 4, 4 üstəgəl 3, 7, 7 üstəgəl 1, 8. Deməli, 2 üstəgəl 3, 5, 5 üstəgəl 2, 7. Bu sadə ədədliyini burada artıq ortası onluq yaranmır. 0 üstəgəl 1, 1, 1 üstəgəl 5, 6. Bunun olsa 0 olacaq. Olacaq burada 567. 4 üstəgəl 1, 5, 5 üstəgəl 3, 8. 1 üstəgəl 2, 3, 3 üstəgəl 4, 7. Burada bir olacaq 0. Bunu yazmısanız da olmaz. Sadəcə bu, yəni çaşdırmasın deyə qoyuram. 6 üstəgəl 1, 7 üstəgəl 0, 778. Burada 4 üstəgəl 6, 10. 10 üstəgəl 3, 13, 3 yazırıq. 1 burada yazırıq. 1 üstəgəl 2, 3, 3 üstəgəl 4, 7, 7 üstəgəl 2, 9. 5 üstəgəl 3, 8, 8 üstəgəl 1, 9, 993. 5 üstəgəl 7, 12, 12 üstəgəl 8, 20, 0 yazıq 2 yadda. 2 üstəgəl 2, 4, 4 üstəgəl 3, 7, 7 üstəgəl 3, 10. 0 yazırıq 1 yadda. 1 üstəgəl 1, 2, 2 üstəgəl 3, 5, 5 üstəgəl 1, 6, 600, 3. 3 üstəgəl 2, 5, 5 üstəgəl 5, 10. 0 yazırıq 1 yadda. 1 üstəgəl 6, 7, 7 üstəgəl 8, 15, 15 üstəgəl 7, 22, 2 yazırıq 2 yadda. 2 üstəgəl 3, 5. Bura olacaq 0'lar olacaq 520. Cəmi tapın. Deməli, 0 üstəgəl 4, 4, 4 üstəgəl 3, 7, 7 yazırıq. Buradan sonra 0 olacaq. Bu belə 0. 4 üstəgəl 1, 5. Buradan sonra olacaq 0'lar. Olacaq 557. 3 üstəgəl 7, 10. 10 üstəgəl 4, 14. 4 yazırıq 1 yadda. Bu 0'dır. 1 üstəgəl 1, 2. 2 üstəgəl 0, 2. 2 üstəgəl 3, 5. Burada 0'lar. 7 üstəgəl 7. 7, 7, 754. 3 üstəgəl 6, 9, 9 üstəgəl 4, 13, 3 yazdırıb 1 yadda. 1 üstəgəl 1, 2, 2 üstəgəl 2, 4, 4 üstəgəl 2, 6. Burada sıfırlar. 2 üstəgəl 3, 5, 5 üstəgəl 0, 563. 3 üstəgəl 7, 10, 10 üstəgəl 14, 4 yazdırıb 1 yadda. 1 üstəgəl 8, 9, 9 üstəgəl 13, 13 üstəgəl 3, 16, 6 yazdırıb 1 yadda. Burada olacaq bir dənə 0. 1 üstəgəl 6, 7, 7 üstəgəl 2, 964. 1 üstəgəl 6, 7, 7 üstəgəl 7, 14, 4 yazırıq 1 yadda. 1 üstəgəl 7, 8, 8 üstəgəl 9, 17. 17 üstəgəl 5, 22.
2 yazırıq 2 yadda. 2 üstəgəl 2, 4, 4 üstəgəl 2, 6, 6 üstəgəl 1, 724. 7 üstəgəl 7, 10'da, 10 üstəgəl 9, 23, 3 yazır 2 yadda. 2 üstəgəl 5, 7, 7 üstəgəl 8, 15, 15 üstəgəl 5, 20. 0 yazır 2 yadda. Burada oldu 0, 2 üstəgəl 4, 6, 6 üstəgəl 1, 7, 703. 6 üstəgəl 9, 15, 15 üstəgəl 7, 22, 2 yazıq 2 yadda. 2 üstəgəl 6, 8, 8 üstəgəl 8, 16, 16 üstəgəl 8, 24, 4 yazıq 2 yadda. 2 üstəgəl 1, 3 üstəgəl 3, 6, 6 üstəgəl 1, 7. Mən indi başqa bir yazacağım ki, bu təzə ədəd olsa çaşdırmasın. 3 üstəgəl 0, 3, 3 üstəgəl 1, 4, 4 üstəgəl 4, 8, 2 üstəgəl 3, 5, 5 üstəgəl 4, 9. Bundan 0 olacaq, daha 0 yazmam lazım deyil. 2 üstəgəl 1, 3 üstəgəl 5, 8, 8 üstəgəl 0, 8. 6 üstəgəl 1, 7, 7 üstəgəl 2, 9, 9 üstəgəl 4, 13. Olacaq 138. 4 üstəgəl 4, 8, 8 üstəgəl 3, 12, 12, 4, 11, başlayın 12, 2 yazır. 1 yaddan 1 üstəgəl 0, 1, 1 üstəgəl 1, 2. 2 üstəgəl 2, 4, 4 üstəgəl 2, 6. 3'ten 1 bundan 0 olacaklar. Olacak 462. 3 üstəgəl 5, 8, 8 üstəgəl 1, 9, 9 üstəgəl 8, 17, 7 yazır 1 yaddan. 1 üstəgəl 4, 5, 5 üstəgəl 1, 6, 6 üstəgəl 3, 9, 9 üstəgəl 6, 15, 5 yazır 1 yaddan. 1 üstəgəl 2, 3, 3 üstəgəl 2, 5, 5 üstəgəl 1, 6, burada 0 olacaq. 10 olacaq 657. 8 üstəgəl 8, 16, 16 üstəgəl 4, 20, 20 üstəgəl 6, 26, 6 yazıq 2 yadda. 2 üstəgəl 4, 8, 8 üstəgəl 5, 13, 13 üstəgəl 3, 16, 16 üstəgəl 2, 18, 8 yazır 1 yaddan. 1 üstəgəl 2, 3, 3 üstəgəl 1, 4, 4 üstəgəl 2, 6, 6 üstəgəl 1, 7, 786. 1 üstəgəl 3, 4, 4 üstəgəl 4, 8, 8 üstəgəl 2, 10. 0 yazırıq. 0 yazırıq. 1 yadda. 1 üstəgəl 6, 7, 7 üstəgəl 8, 15. 15 üstəgəl 2, 17. 13 üstəgəl 7, 24. 4 yazırıq 2 yadda. 2 üstəgəl 2, 4. 4 üstəgəl 3, 7. 7 üstəgəl 1, 8. 8 üstəgəl 1, 940. 2 üstəgəl 2, 2 üstəgəl 7, 9. 9 üstəgəl 8, 17. 17 üstəgəl 5, 22 yazıq 2 yadda. 2 üstəgəl 6, 8, 8 üstəgəl 4, 12, 12 üstəgəl 5, 17, 17 üstəgəl 6, 23, 3 yazır 2 yadda. 2 üstəgəl 3, 5, 5 üstəgəl 1, 6, 6 üstəgəl 1, 7, 7 üstəgəl 2, 932. 3 və daha çox ədədin müxtəlif ardıcıllıqlar toplandığı cəm dəyişmir. Bəzən toplananlar arasında cəmi onluqlu və yüzlüklə bərabər olan ədədlər olur. Bu halda əvvəlcə həmin ədədləri qruplaşdıraraq toplama daha əlverişlidir. Deməli, eyni qaydada, yəni bunu biz həmişə eləmişik. Yəni 137 üstəgəl 13, yəni bu olacaq yuvarlaq. 150 üstəgəl 118, 268 daha rahat olur. Burada 70, 130'lar sıfırdan qutarır 200, 426, 30, 30 ilə 230. Cəmi əlverişli toplayın. Deməli, burada ən əlverişlisi, gəlin burada təzə bir, burada açaq. Deməli, birincisi, 54, üstəgəl, 225, üstəgəl 6. Burada biz birincini eləyirik. Birinci, buna eləyəndə kimi 54, üstəgəl 6. Sonradan biz 225 əlavə edirik. 225. 54 üstəgəl 6 eləyəcək deməli 60. 60 üstəgəl 225. Bu da olacaq. Deməli 225 üstəgəl 60 belə baxaq. 5, 8, 285. Yəni bu siz bilməlisiniz. Bunun üçün biz eləyirik. 285. İkinci misala baxaq.
Siz əslində dəftərinizə bunu yazmalısınız. 54 üstəgəl 6 mötərizənin içərisində belə yazmalısınız. Sonra 600 üstəgəl 23 üstəgəl 27. Burada biz nə edəcəyik? Deməli, 6 üzəri 23 üstəgəl 7, 27. Deməli, birinci 23 üstəgəl 27 üstəgəl 600 23 ise 27 derece 50. 50 ise 600 derece 650. Burada 320 üste gel 97 üste gel 480. Burada artıq sıfırla daha rahat da sıfırlamaq deməli. 320 üste gel 480 üste gel 97. Deməli, bura nətər olacaq? 0, 0, 800, üstə gəl 97, bu da olacaq 897. İndi buna 4 dənədir. Deməli, 13, üstə gəl 148, üstə gəl 52, üstə gəl 7. Burada 2 dənə əlverişli olur. Çünki 13 saniyədən toplasaq 20 eləyəcək. Düzdür, sıfırla qutaracaq. 148 ilə 52-ni toplasaq yenə sıfır olur. Deməli, biz 2 dənə mötərizəmiz olacaq artıq. 13 üstə gəl 7. Buradan başqa bir üstə gəl mötərizə. 148 üstə gəl 52 bərabər 13 üzəri 7 20. 20 üstə gəl 200 200 olacaq 220. Gəl məsələ həllinə baxaq. Məktəbin zalı 420 şagird tutur. Cədvəldə bu məktəbin ibtidai siniflərində oxuyan şagirdlərin sayı qeyd olunub. Bütün ibtidai sinif şagirdlər bu zala yerləşərmi? Deməli, biz bunu toplamalıyıq. Və bunların cəmi 420 olmalıdır. İndi bunu silək. Deməli, 90, gəl bunu yenə əlverişli eləyək. 98 üstə 114. İndi hələ misal birinci qurum, ondan sonra qruplaşdıracağıq. 106 üstə gəl 86. Deməli, burada tez baxın 114 üstə 106 daha əlverişli olacaq. Deməli, 114 üstə gəl 106. Yenə 86 da qoya bilərsən, amma 114 106 daha yaxşı gedir. Üstə gəl 98 üstə gəl 86. İndi burada 0 2 220 üstə gəl 4 184 olacaq. 4 0 404. Bəli, olacaq çünki 404 dənə sayı ancaq olacaq. Tikiş evində bir dənə bunu tez təmizləyim. Tikiş evində iyun ayında 234, iyul ayında 188 məktəbi geyimi tikildi. Avqust ayında tikilən geyimlərin sayı isə əvvəlki 2 ay tikilən geyimlər sayının cəminə bərabərdir. Tikiş evində yay aylarının cəmi neçə məktəbi geyimi tikildi. Deməli, burada cəmidir, ancaq avqustu demir. Ona görə həm biz iyunun və avqustun cəmini toplayacağıq. Deməli, avqustun biz deyik ki, cəmini, onda 234 üstə gəl 188. 4 üzeri 8 12 yazır bir yadda 1 üstəgəl 3 4 üzeri 8 12 yazır bir yadda 1 üstəgəl 2 3 3 üstəgəl 1 4 422. Deməli avqust
422-dir. Biz ama cəmini soruşturma. 422 üstəgəl 234 üstəgəl 188. 2 üstəgəl 4, 16. Başlayayım. 2 üstəgəl 4, 6. 6 üstəgəl 8, 14. 4 yazır 1 yadda. 1 üstəgəl 2, 3. 3 üstəgəl 3, 6. 6 üstəgəl 8, 14. 4 yazırıq 1 yadda. 1 üstəgəl 4, 5. 5 üstəgəl 2, 7. Üstəgəl 1, 8. 844 deməli cəmi məktəbi kimi tikilib. Toplamanın digər üsulları. Ədədləri mərtəbə qiymətlərinə ayırmağa cəm tapmaq olar. Bunun üçün hər toplanan açıq şəkildə yazılır. Sonra isə uyğun mərtəbə qiymətləri toplanır və ümumi cəmi toplanır. Məsələn, 267 üstəgəl 128. Deməli, 200 üstəgəl 100, buna 100-lüklə 60 üstəgəl 20, 7 üstəgəl 8, 15. Buna rahatdır. Deməli, sətr isə belə yazmaq olar. 267, 828, 200 üstəgəl 100, 60 üstəgəl 20, 7 üstəgəl 8, 15. Toplanılan mərtəbə qiymətini ayırmağa cəmi tapın. Deməli, 256 üstəgəl 126. İndi belə eləyəcək. 200 üstəgəl 100 üstəgəl 50 üstəgəl 20 üstəgəl 6 üstəgəl 6. Deməli, burada belə olacaq. 200 üstəgəl 100, 300 üstəgəl 70 üstəgəl 12. 370 üstəgəl 12 382. İkincisi 479 üstəgəl 105. 400 üstəgəl 100 üstəgəl 70 üstəgəl 0 üstəgəl 9 üstəgəl 5. 500 üstəgəl 70 o da 570 üstəgəl 14 584. Üçüncü 626 üstəgəl 59 600 üstəgəl 0 üstəgəl 20 üstəgəl 50 üstəgəl 6 üstəgəl 9 600 üstəgəl 70 670 üstəgəl 15 685. İndi üç rəqəmləsinə baxaq. 128 üstəgəl 216 üstəgəl 131 100 üstəgəl 200 üstəgəl belə eləyək. Mən indi bunu belə tekst formasında yazım ki, daha yaxşı görsənsin. Deməli, 128 üstəgəl 216 üstəgəl 131 100 üstəgəl 200 üstəgəl 100 üstəgəl 20 üstəgəl 10 üstəgəl 30 plus 8 üstəgəl 6 8 üstəgəl 6 üstəgəl 1. Deməli,
400 üstə gəl 60 bərabər 460. Bu da üstə gəl 15 olacaq 475. Sonra 815 üstə gəl 27. 800 üstə gəl 0 üstə gəl 10 üstə gəl 20 5 üstə gəl 7. Deməli 800 üstə gəl 30 olur 830. 830 üstə gəl 12 olur 842. Bu misaldır. Cəmi tapın. İndi gəlin biz bunu daha artıq demir qiymətləri ayırmaqdır. Gəlin biz bunu sadəcə sütunla hesablayaq. 219 üstə gəl 453. 9 ile 3 12 yazır. Bir yerde bir üstü 1 2 2 üstü 5 7 2 üstü 4 6 672 213 üstü 488 3 ile 8 11 bir yazır. Bir yerde bir üstü 1 2 2 üstü 8 10 0 yazır. Bir yerde bir üstü 2 3 3 üstü 7 7 701. 604 üstə gəl 109. 4 üstə 9 13 3 yazır bir yaddan. 1 üstə gəl 0 1 1 üstə gəl 0 1 6 üstə 1 7 713 755 üstə gəl 86. 5 üstə gəl 6 11 bir yazır bir yadda. 1 üstə gəl 5 6 6 üstə 8 14 4 yazır bir yadda. 1 üstə 7 0 buradan belə 0 841 122 üstə gəl 134 üstə gəl 101. 2 üstə gəl 4 6 6 üstə 1 7 2 üstə gəl 3 5 1 üstə gəl 0 5 1 üstə gəl 1 2 2 üstə gəl 1 3 357. Toplananların birinin yaxın onluğu yaxud yüzde tamamlanmaqla cəmi asan tanımaq olar. Bunun üçün uyğun ədəd müəyyən edilir. Sonra isə bu ədəd toplanan bir əlavə olunub, digərin çıxılır və cəm tapılır. Məsələn, 246 üzrə 38. Deməli, 246 və 38 üstə gəl deməli bu olacaq 250 üstə gəl 34. 297 üstə gəl 15 300 300 üstə gəl 12 312. 506 312 üstə gəl 6. Deməli, buradan 118, 198 olması üçün deməli buradan 198 üçün biz belə çıx 8 üstə gəl 8 burada çıx 5 üstə gəl 5 çıx 7 deməli 118 üstə gəl 2 çıx 2. Burada 118'den yani üstündeki 200 200 üstə gəl 12 oldu 212. Burada 305 çıx 5 üstə gəl 5 300 üstə gəl 146 olacaq 446.
Burada üste gel 3, çıx 3, 140, üste gel 13, eləyəcək 172. Um, burada bir dəqiqə. Şimdi mən elə bildim. Burada olacaq 153. Burada çıx 2, üstə gəl 2. 390. Üstə gəl 81. 1, 7, 471. Üstə gəl 1, çıx 1, 810. Üstə gəl 74. Olacaq 4, 8, 884. Cəmi bir neçə üsulu tapın. Gəlin, bu hesablayaq. Deməli, üstə gəl 2, çıx 2. 110. Üstə gəl 247 olacaq 7, 5, 357. Üstə gəl 4, çıx 4, 110. Üstə gəl 238, 8, 4, 348. Üstə gəl 1, çıx 1, 220. Üstə gəl 27, 7, 4, 347. Çıx 3, üstə gəl 3, 190, üstə gəl 521. 1, 2, 7, üstə gəl 2. Gəlin bunu belə hesablayaq. 118, 118, üstə gəl 300, üstə gəl 202. 100, üstə gəl 300, üstə gəl 200, üstə gəl 10, üstə gəl 0, üstə gəl 0, 8, üstə gəl 0, üstə gəl 2, bərabərdir 600, üstə gəl 10, üstə gəl 10, 610, üstə gəl 10, 620. Lalə aldığı kitabların adını və onlar səhifələrin sayını cədvələ qeyd etdi. Ən qalın və ən nazik kitabın bir neçə səhifəsi var. Deməli, ən qalını Winnie Puhdur. Ən nazik isə Balaca və Karlson. 196 üstə gəl 96. Gene bunu belə bir sunum eləyir. 196 üstə gəl 96. 100 üstə gəl 0 üstə gəl 90 üstə gəl 90 üstə gəl 6 üstə gəl 6. 100 üstə gəl 80 bərabər 180 üstə gəl 12 bərabərdir 192. 3 kitabın neçə səhifəsi var? Deməli biz ikisini uc elədik. Onda olacaq üstə gəl 104 bərabərdir 100 üstə gəl 100 bərabər üstə gəl 90 üstə gəl 0 üstə gəl 2 üstə gəl 4 200 üstə gəl 90 üstə gəl 6. 290 üstə gəl 6 296. Ən axırıncı səhifə. Ümumiləşdir tapşırığı cəmi tapın. 3 üstə gəl 4, 7, 2 üstə gəl 6, 8.
4 üstəgəl 0, 4, 6 üstəgəl 5, 11, 1 yazıq 1 yadda, 1 üstəgəl 0, 1, 1 üstəgəl 6, 7, 3 üstəgəl 4, 7, 771, 7 üstəgəl 7, 14, 4 yazıq 1 yadda, 1 üstəgəl 4, 5, 5 üstəgəl 8, 13, 3 yazıq 1 yadda, 1 üstəgəl 4, 5, 5 üstəgəl 3, 8, 5 üstəgəl 4, 9, 9 üstəgəl 6, 15, 5 yazıq 1 yadda, 1 üstəgəl 4, 5, 5 üstəgəl 3, 8, 8 üstəgəl 3, 11, 1 yazıq 1 yadda, 1 üstəgəl 1, 1 üstəgəl 2, 3, 3 üstəgəl 5, 8, 8 üstəgəl 1, 915, 9 üstəgəl 6, 15, 15 üstəgəl 8, 23, 3 yazıq 2 yadda, 2 üstəgəl 8, 10, 10 üstəgəl 7, 17, 10 üstəgəl 2, 19, 9 yazıq 1 yadda, 1 üstəgəl 3, 4, 4 üstəgəl 2, 6, 6 üstəgəl 2, 893, 3 üstəgəl 2, 5, 5 üstəgəl 4, 9, 9 üstəgəl 3, 12 yazıq 1 yadda, 1 üstəgəl 5, 6, 6 üstəgəl 8, 14, 14 üstəgəl 5, 19, 19 üstəgəl 2, 21. Bir yazıq 2 yadda. Bunlar sıfırlar olacaq. 7, 5 üstəgəl 6, 11, 11 üstəgəl 9, 20, 20 üstəgəl 2, 22 yazıq 2 yadda. 2 üstəgəl 4, 6, 6 üstəgəl 7, 17, 6 üstəgəl 7, 13, 13 üstəgəl 5, 18, 8 yazıq 1 yadda. 1 üstəgəl 2, 3, 3 üstəgəl 1, 4, 4 üstəgəl 1, 5, 5 üstəgəl 3, 882. Əlverişli üsullarla hesablayın. İndi gəlin elə belə formada eləyək. 48 üstəgəl 194 deməli. 0 üstəgəl 100 üstəgəl 90 üstəgəl 90 üstəgəl 0 üstəgəl 4. Deməli 100 100 üstəgəl 180 üstəgəl 4 bərabərdir. 280 üstəgəl 4, 284. Mən deməm burada cəmi bu üçünü eləyəcəm. Çünki o, gəlin yaxşı bunları eləyək. Çünki bunlar biz təzə keçmişik hələ ki. Bunlar artıq o birislər rahatdır. Um, 496 üstəgəl 37 üstəgəl 4. Gəlin bunu indi başqa bir daha əlverişli üsulla eləyək. 496 üstəgəl 4 bərabərdir 500. 5 üstəgəl 37 bərabərdir 537. 230 üstəgəl 54 üstəgəl 170. Deməli 230 üstəgəl 170 üstəgəl 54 400 üstəgəl 54 bərabərdir 454 12 üstəgəl 210 üstəgəl 290 üstəgəl 188. Deməli 290 üstəgəl 210 üstəgəl 12 üstəgəl 188. Deməli 500 üstəgəl 200 bərabərdir 700. Boş hallardakı rəqəmləri müəyyən edin. 7 burada olacaq 2. Burada da olacaq 1. Bunlar sadəcə 9 ilə 7, 9-dan 7 çıxır 2. 4-dən 3 çıxır 1. 7 üstəgəl 4, 11, 1 yazıq 1 yadda. 1 üstəgəl 4, 5. Burada olacaq 1. Burada 3. 8 üstəgəl 4, 12 yazır 1 yadda.
Burada bir olacak. Burada olacak 4. 1 3 4. Burada olacak 6. 6 8 14 4 yazır. 1 ya da 1 2 3. Burada olacak 6. 7 2 9. 6 7 13 3 yazır. 1 ya da 1 4 5. 8'in 5 43. Sonra burada 5, 9 yani çünkü olacak 5 9, 14 4 yazır. 1 ya da 1 4 5. 5 6 11 1 yazır. 1 ya da 1 3 4. Buradan 3 7. Burada olacak 9. 11 bir yazır. 1 ya da 8. Burada olacak 9. Onda da olacak 4. 1, 1 5 6 8 9. En büyük ve en küçük müğeni ve onların cəmini toplayın. En büyük 772, en küçük 125. Deməli, 472 üstə gəl 125, 7 9 5. En büyük 456, en küçük 264. 456 üstə gəl 264, 0 1 0 burada 1 olacaq. 1 deməli olacaq burada 2 1 1 sözdə 5 5 sözdə 2 720. En büyük 348, en küçük 126. 348 üstə gəl 126. 8 6 14 4 yazır. 1 yadda. 1 4 5 1 2 7. 3 1 4. 474. En büyük 678, en küçük 289. 678 üstə gəl 289. 809 17 yazır. 1 yadda. 1 7. 8, 8 8, 16, 6 yazır. 1 yadda 1 üstəgəl 6, 7 üzrəki 9, 967. Şirin mağazası birinci əl 390 qoğal, 238 şəkər bura satıldı. İkinci həftədə isə 53 ədəd çox qoğal, 24 ədəd çox şəkər bura satıldı. İkinci həftə neçə qoğal və neçə şəkər bura satıldı. Deməli 53 ədəd çox. Ondan 390 üstəgəl 50 53 3 4 1 443 bu olacaq qoğal. Şəkər bura 238 üstəgəl 24 8 4 12 yazır bir yadda 1 üzrə 3 4 4 2 6 yazırıq. Burada olacaq 0 262 şəkər bura satılıbdır. 2 həftə ərzində qoğal və şəkər bura arasında neçə dənə satıldı? Demək 2 həftə ərzində deməli biz 390 üstəgəl 443 toplayırıq. Olacaq 3 3 8 33 qoğal. Şəkər bura isə 238. Üstəgəl 262. 0 0 bu olacaq 1 birlər olur. Olacaq burada da 500. Bu olacaq 500 şəkər bura. Çəndəki su ilə hər birinin tutumu 150 litr olan 2 çəlləyi və hər birinin tutumu 8 litr olan 5 vedrəni tam doldurduqdan sonra çəndə 12 litr su qalır. Əvvəl çəndə neçə litr su qaldı? Deməli 150 litr 2-dən çəlləkdir. Deməli bu olacaq 300. 2 çəllə və hər birinin tutumu 8 olan burada da olacaq 5. Olacaq burada da 8, 8, 16, 18, 24, 24, 8, 32 bu olacaq 40.
5 vedəni tam doldurduqdan sonra çəndə 12 litr su qalır. Əvvəl çəndə 3 litr su var. Deməli 340 üstəgəl 12. Hə və 352 vardı. Sonuç olaraq salamat qalın.